Ya Allah, hər bir vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Sizlər üçün Beyaz Saray tapmışam. Like'larınızı bol eləyin. Abunə olmamışsa, abunə olun, zəhmət olmasa. Ola bilər ki, bu video çox insanların qarşısına çıxar. Orada sevimlilərə bir dənə o, nə deyirdilər o sevimlilərə? Hə, kayd eləyin, hə, türklər demişkən. Kayd eləyin videomuzu, daha çox insanın qarşısına çıxsın. Bugün Şuvalanda 380 min manata, 220 kvadrat 4 sotun içində bir ev tapmışam ki, bir video tapmışam deyə dedim. Bir ev tapmışam ki, gəl görəsən qardaş. Uzunluğu 10 metr, eni 3 metr, geniş teras. Yay aylarında rahatlıqla əyləşin. Bu arada qışda da əyləşə bilərsiniz. İsti döşəməlidir. Cam balkonla bağlatdırıb otura bilərsiniz. Gəlin indi keçək evin daxili ilə də tanış olaq. Bir dənə daxilinə keçməmişdən öncə zəhmət olmasa parkovkasını göstər. O mənim müştərilərim var. Həmişə gəlirlər ki, maşınımı harada saxlayacağam? Maşınımı deyirəm qardaş, bir də özümüz bir girək evə bax, ondan sonra maşınımızı saxlayarıq. Bu arada hər zaman verdiyiniz sual, müştərilərimin verdiyi sual, Arifət, bu sizin Mərdəkanda bir dənə evdə mən dəmir qapı və yaxud da bir, nə deyirlər o dədə-babadan, reşotka falan görmürəm. Bu Mərdəkanın nə qədər əmin-amanlıq olduğunu göstərir. Heç bir evdə dəmir qapıya, reşotkaya ehtiyac yoxdur. Rahatlıqla burada yaşaya bilərsiniz. Mərdəkan Şuvalanda rahat yaşayın. Ya Allah, daxil olduq. Yenə də mən yekunlaşmamış gəlmişəm, evi sizlərə təqdim edirəm. Hələ yüngül işləri qalıb, bir-iki günün işi var. Burada mətbəxi, yanında sanitar qovşağı və çamaşırxanası. Aksesuarlar təbii ki, hamısı qoyulacaq. Mən demirəm, bəs yekunlaşmamış gəlmişəm. Gəl 7-2-yə. Evin üstünlüyü, fikir verin, qalxdıq ikinci mərtəbəyə, geniş bir koridor və yataq otaqları başlayır. Bu bir yataq otağı həyətə baxır. Əllərimizə sağlıq. Allah mənim bütün izləyicilərimə belə gözəl evlərdə yaşamağı nəsib eləsin. İkinci yataq otağı və ümumi sanitar qovşağı. İkinci mərtəbənin aksesuarları qoyulacaq və üçüncü yataq otağı. Bu da həyətə baxır və özünün sanitar qovşağı. Yandıra bildin işığını? Ruzunuz bol, canınız sağ olsun. Ümid edirəm ki, gələn videolarımızda görüşəcək. Məni izləyin və abunə olun mütləq və mütləq. Çünki fərqli-fərqli evlər gəldi qardaş. Sağ olun, özünüzdən müğayət olun.